Sözüm buradan başı ağrıyanlaradır, kürəyində, çiynində ağrıları olanlaradır, əllərində uyuşması, keyməsi olanlaradır, yaddaşında zəifləmə, görməsində zəifləmə hiss edənlərədir, qulağında səs-küyü olanlaradır, gün ərzində yorğun, halsız, bitkin olanlaradır, yuxu rejiminin düzgün olmayanlaradır. Kimlər ki, gecə saat 2-3-ə qədər yata bilmirlər, həmin şəxslərədir. Ürək döyüntülərinin yüksəlməsidir, təzyiqin yüksəlməsidir, düşməsidir, halsızlıqdır, iştahsızlıqdır, bəzən iştahın artmasıdır, bəzən iştahın azalmasıdır. Bu kimi problemlərdən əziyyət çəkənlərədir. Həmin şəxslərdə 1-2 boyun fəqərəsində duzlaşma var, osteoxondroz var. Ümumi olaraq bunun yaranma səbəbi qidada kalsium deyilən elementin D vitamininin çatışmamazlığıdır ki, o duz söküntüləri illərlə yığılır, kirəcləşir, qabarma, protuziya əmələ gətirir və illər keçdikdən sonra artıq fəqərlər arası disk yırtığı da yarana bilir. Həm sinir kökləri sıxılır, həm də beyinə qalxan kapillyar qan damarları sıxılır, beyin qan dövranı pozulur. Ona görə ürək döyüntüləri artır, ürək çırpıntısı, boğulma kimi halda yarana bilər. Çünki ümumi olaraq ürəyə oksigen qan vasitəsilə gedir, qan dövranı pozulduğuna görə ürəyə düzgün qan işləmir, oksigen də çatmır. Və əllərdə uyuşma, keyimə də o sinir kökləri sıxıldığına görə, həm də ələ ayağa düzgün qan işləmədiyinə görə bu problemlər baş qaldırır. Kimdə bu hallar varsa, səhifədəki nömrə ilə əlaqə saxlasın, WhatsApp üzərindən yaza bilərsiniz. Tam olaraq təbii məhsullarla müalicə ilə bu problemləri köklü şəkildə aradan qaldıraq.